Hüseyin Hacıbəyli deyəndə təkcə Azərbaycanın musiqisi deyil, həm də Azərbaycanın az yaşlı uşaqları üçün riyaziyyat dərsi alır gəlir, Azərbaycanın musiqisi gəlir, notları gəlir, muğamları gəlir, ümumiyyətlə bütün Azərbaycan musiqisi alır gəlir və birlik, bərabərlik alır gəlir. Çünki Hüseyin Hacıbəyli ilə eyni gündə anadan olan Müslüm Maqamayev'da, yəni 1885-ci ildə anadan olmuş Müslüm Maqamayev'a Baba bəstəkar deyirlər. Onlar bir yerdə birləşərək çox böyük bir iş görürlər. Sorsanız bunlar nə iş görürlər? Bizim şifahi dildə olan musiqimizi nota köçürürlər. Hansı ki, əgər şifahi olsa, yəqin bir sizdə şifahi ədəbiyyat daimidir, yoxsa yazılı uşaqlar? Yazılı. Yazılı. Şifahi musiqimiz edəcəkdir. Ona görə onlar bir not sistemi yaradıblar. Biz de bu günləri Hüseyin bəyin nəslindən gedərək, Gənclik və Nəsli kampüs olaraq birləşdik. Bugünkü bir tədbiri hazırlandıq, uygulamalı bilimlər olaraq. Bizim, yəni ki, bilirsiniz ki, Gənclik kampüsümüzdə hal-hazırda İstanbul Eğitim Zirvəsindədir. Onlar mükafatlandırma mərasimlərindən buradan oraya yolculuk birazcıqda görməyək. Əziz qonaqlar, Hüseyin Hacıbəyli deyəndə ağla bir çox işlər gəlir. Şərqin ilk muğam operası, ilk romans qəzəl, ilk kantata, şagirdlər üçün, uşaqlar üçün yazılmış ilk hesab dərsliyi, məqalələr yazırdı, saçılıq məqalələr yazırdı. Hüseyin bəy güldürərək düşündürürdü. Biz de bugün size dedik ki çok maraqlı, inşallah ki maraqlı olar, bize maraqlı geldi de fərqli bir ampulada olan bir tədbir size təqdim etmək istədik. Biz Üzeyir Bey'i size getirdik. Üzeyir Bey'in musikisini size getirdik. Üzeyir Bey'in obrazı size getirdik. Üzeyir Bey'in o zamanlar bir balaca görüntü size getirdik. Üzeyir Bey'in sizin özünüzün gördüğünüz gibi təqdim etmək istəyirik. Hüseyin Hacıbəyli deyəndə ilk ağına gələn də müddətli bizim himnimizdir. Bilirsiniz ki, Azərbaycan Respublikasının dövlət himni ilk halda Azərbaycan marşı kimi yazılmışdır. Və hətta biraz sevinəsiz deyə deyəcəm, Hüseyin Bəyli oxuduğu illərdə töhmət alır. Yəni olur da, amma o dəcəlli etməyib. Yəni dəcəlli etmək və s. belə şeylər olmuyor. O ana dilində danışdığı üçün töhmət alır. Qori müəllimlər seminariyasında oxuyarkən rus dilində deyil də, ana dilində, dostlarıyla, yoldaşlarıyla, dərs zamanında deyil, tənəffüsdə ana dilində danışdığı üçün töhmət verirlər ona ki, sənin ixtiyarın yoxdur. Sən mütləq şəkildə rus dilində danışmalısan. Görün, Hüseyin bəy nə qədər öz dilini sevir, baxmayaraq ki, Sovet hakimiyyəti dövründə olub, amma o dilini o qədər sevir ki, bunu təbliğ edir, gizlin təbliğ edir. Hətta mənfur düşmənlərimizin hədəfinə də bir neçə dəfə tuş gəlib, ondan şikayət ediblər, məktublar, ərizələr yazırlar, onun həbs olunmasını istəyirlər və bu da onun şəkər xəstəliyi tutmasına səbəb olur. Dahi bəstəkarımızın bu 104 illiyini qeyd edirik. Mən də onun adını daşıyan Bakı Musiqi Akademiyasının bir məzunu olaraq özümə borc bildim ki, bizim məktəbdə də azacaq da olsa bir maraqlı, maarifləndirici bir tədbir hazır edək. Sizin icazənizlə, sizlərin icazənizlə biz istəyirəm ki, şagirdlərimiz bu tədbirə başlasınlar. Amma hər zamandan fərqli olan qaranlıqdan başlayacaq. Qaranlıq olanda çox istərdim ki, macardığımız qədər sakit olasınız. Başladıq. Azərbaycan marşında Cumhuriyət fəhərlərinin ruhu yaşayır. Azərbaycan marşı 1919-cu ildə qəbul edildi. Amma sonra rəsmi statusu dayandırıldı. Müstəqillik dərvasından sonra 1992-ci ildə Azərbaycan marşı Azərbaycan himni statusunu aldı. Hələ bir ilk fası xatirimdədir. Amma ancaq xor və ifasını sevirəm. Sen
azlığının ilk səhnəsi xalqın gözündə zimin taşı, cəbində fəxarət sıratmışdır. Bilirəm, mənim xalqım nəməcə bilməz. Bax, indi işlədiyiniz nəmə bir sevgi nəməsidir. Gəlin, qulaq verin. Gel,
Xalq musiqisi nəsil nəfəsidir. Mən o nəfəsi notlara köçürdüm. Köçürdüm ki, siz öyrənib, yaşadıb, gələcək nəslə ötəsiniz.
Gülşü İbrət qalxıb, sazları gülərək tənqid etdi. Bilirəm, bu gün də musiqimdə şan məndə ilə xalqımın ürəyidir. Musiqi millətin ruhudur. Ruhsuz millət olmaz. Sözün sahibi Azərbaycan klasik musiqisinin mühəndisi Üzeyir Hacıbəyli bu il 140 illik yubileyi qeyd olunur. Dahi bəstəkar Ağcabəddə anadan oldu və uşaqlığını Şuşada keçirir. İlkin təhsilini məhz Şuşada alır. Daha sonra təhsilini Qor müəllimlər seminariyası davam etdirir və burada bəstəkar Müslüm Makameyev ilə tanış olur. Əslində bu il həm Üzeyir Hacıbəyli, həm də Müslüm Makameyevin 140 illik yubileyi qeyd olunur. 1905-1907-ci illərdə İnqilab ərəfəsində Bakıya köçür. Azərbaycan görkəmli bəstəkarı və xüsusiyyətləri Üzeyir Hacıbəyev təkcə musiqi sahibisidir, həm də jurnalistlikdə Azərbaycan həyatında iş görən şəxsiyyətlərdən biridir. Onun fəaliyyəti əsasən 3 dövrə bölünür. Birinci dövr Çar Rusiyasına, ikinci dövr Azərbaycan Xalq Cümhuriyyətinə, üçüncü dövr isə Sovet dönəminə təsadüf edilir. 1908-ci ilin yanvar ayında Leyli və Məcnun operasının tamaşaya qoyulmasından sonra Üzeyir Hacıbəyev özünü bəstəkar kimi Azərbaycan cəmiyyətinə təqdim edir. Opera tamaşaya qoyulana qədər o, Qor müəllimlər seminariyasında təhsil alır və bir müddət Qarabağın Hadut kəndində müəllim işləyir. Onun ilk məqalələri 1904-cü ildən etibarən Xəzr qəzetində çapılır. Qəzetin redaktoru isə Əlimərdan bəy Topçubaşovdur. Yəni, Üzeyir bəy ilk addımlarını kifayət qədər peşəkar kollektivlər atdı. Bir müddətdən sonra isə o, tərəfli, İlşan kimi qəzetlərlə əməkdaşlıq etməyə başladı. 1909-cu ildə Ər və Arvad musiqili komediyası ilə Azərbaycanda operetta musiqili komediya janrının əsasını qoyur. Üzeyir bəy Cümhuriyyətin süqutundan sonra 18 il heç nə yaza bilmədi. Üzeyir bəy 1920-ci ilə qədər, yəni 35 yaşına kimi çox məhsuldar işlədi. Amma AXC-nin süqutundan sonra 1937-ci ilə kimi çox az əsər bəstələmişdir. Bu əsərlər də əslində nota aldığı Azərbaycan xalq mahnıları, laylaları, muğamları idi. 1921-ci ildə Üzeyir Hacıbəyev Bakıda Azərbaycan tələbələr üçün ilk musiqi məktəbi olan Azərbaycan Dövlət Türk Musiqi Məktəbi yaratmışdır. 1936-cı ildə yazdığı və 1937-ci ildə səhnələşdirən Koroğlu operası o zamanlar Sovet hakimiyyətinin rəğbətini qazanır. Böyük səsküyə səbəb olur. Bu operasına görə 1941-ci ildə Üzeyir Hacıbəyev Stalin mükafatı ilə tərtib edilir. Cümhuriyyətin süqutundan sonraki illərdə Üzeyir bəy konservatoriyanın bəstəkarlar ittifaqının və dövlət xorunun inkişafı istiqamətində çalışır. Bunların deməkli məqsədi odur ki, Üzeyir bəy uzun müddət Sovet rejimini qəbul etmir. Həmçinin Sovet rejimində onu qəbul etmir. Azərbaycan profesional musiqisində opera, operetta, romans, qəzəl kimi elçilər onun adı ilə var. Daim mənfur düşmanlarımızın təqibi, ona atılan şəhər, böhtanlar, onun əsərlərinin oğurlanması cəhləri, gələcək münasibətlər bəstəkarın şəkil təsəllinin tutulmasına səbəb olur. 1948-ci il noyabr 23-də bəstəkar ürək çatışmazlığından dünyasını dəyişir və fəxri xiyabanına dəfn edilir. Hər il sentyabrın 18-i dahi bəstəkarın doğum günü, milli musiqi günü kimi qeyd olunur. Biz gənclərin borcu əsl musiqimizi tanımaq, öyrənmək və yaşadaraq gələcək nəsillərə ötürməkdir.
Benim bu saat fikrim bizim qələbəni bir opera şeklinde meydana koymak. Bu hususda xüsusi olarak çalışırım. Ondan əlavə elmi işlərə gəldikdə əhəmiyyət verdiyim bu günlərdə akademi tərəfindən nəşr edilən mənim əsərimdir. Bu əsər Azərbaycan musiqisinin əsaslarına ait elmi bir əsərdir. Mən ümid edirəm ki, bu əsər nəinki Azərbaycan musiqisinin tərəqqisinə, bəlkə ümumi Sovet musiqisinin yeni bir yolla tərəqqi etməyinə xidmət edəcəkdir. Üzeyir Hacıbəyevin yaşadığı her gün bizim için kıymetlidir. Üzeyir Hacıbəyevin yazdığı her bir eser, her bir not vərəqi bizim için kıymetlidir. Ve Üzeyir Hacıbəyevin ictimai siyasi faaliyeti evvelden ahire kadar bizim için kıymetlidir. Çünkü bunlar hamısı Azerbaycan halkının dirçəlməsinə, Azerbaycan halkının medeniyetinin inkişaf etmesine, Azerbaycan halkının özünü tanınmasına hizmet ediptir. Bu hizmetler hiç vaxt unudulabilmez. Bu hizmetler əvəzsizdir. Qoy bu səslər, bu gülüşlər, bu sözlər daim yaşasın. Çünki zehir nəfəsi Azərbaycan nəfəsidir. Mənim övladlarım yoxdur. Əsərlərim mənim övladımdır. Heç kim onlara toxunmağa haqqı yoxdur.